20 yanvar Ümumxalq Hüzum Günü ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Bugün TV Bakı.ws istinadən məlumat verib. Məlumata əsasən, anın tədbiri keçiriləcəyi 20 yanvar, eləcə də Şəhidlər Xiyabanına ən yaxın ərazilərdə yerləşən İçəri Şəhər və Elmlər Akademiyası stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Sevindi Lakifoğlu, Samir Əliyev, Bugün TV.